hərdən bu mövzu da müzakirəyə çıxır ki, evdə kimin sözü keçməlidir? Deyirlər, kişinin sözü keçməlidir, sonun sözü kişinin olmalıdır. Mən sualı bu cür qoyuram. Məsələn, daha doğrusu cavabı bu cür verirəm. Evdə kişininmi, qadınınmı sözü keçməlidir müzakirəsinin yerinə, evdə ağıllı insanın sözü keçməlidir müzakirəsi məncə daha obyektivdir. Yəni, sən qadınsan deyə və ya sən kişisən deyə, sən nəsə bir imtiyaza sahib deyilsən. Çünki cinsiyyət məsələsi fizioloji bir məsələdir. Düşüncə, zəka məsələsi isə bu fiziologiyanın ötəsində bir şeydir, bir həqiqətdir. Ona görə biz niyə sualı bu cür qoymuruq və ya cavabı bu cür vermirik ki, ay qardaşım, ay bacım, evdə kişinin sözü keçməlidir və ya qadının sözü keçməlidir yerinə, gəlin zəka məsələsinə, IQ məsələsinə üstünlük verək, deyək ki, evdə ağıllı insan sözü keçməlidir. Çünki biz əgər evdə məsələn, müəyyən məsələlər çıxır ortaya, onları həll etmək lazımdır. Bunu cinsiyyət üzərindən yox, zəka, məntiq üzərindən həll etmək istəyiriksə, burada o zaman cinsiyyət faktorunu bir kənara qoymalıyıq, zəka məsələsini gündəmə gətirməliyik. Onda da biz baxmalıyıq ki, evdə əgər kişi ağıllıdırsa, qoy kişinin sözü keçsin. Yox, qadın ağıllıdırsa, qoy qadın sözü